Zöhrəbin keçmiş həyat yoldaşını Masazarda yerləşən motellərdən birində qətlə yetirən şəxs isə artıq saxlanılıb. Zöhrəb İsmailov dindirilmə zamanı hadisənin təfərrüatlarını açıqlayıb. Əməkdaşımız Ruslan İldaroğlu'nun reportajını təqdim edirik. Bir il nişanlı qalmış. Bir ildən sonra ailə qurmuş. Öz keşki üstündən münasibət gedə başladı, gördüm dəyər. Zöhrəb İsmailovun xoşbəxtçilikdən faciə aparan ailə həyatı tam 11 il davam edib. Həyat yoldaşı 26 yaşlı Vəfa Abdullayev ilə nikahdan 2 övlad olan Zöhrəb ötən rəsmi qaydada boşanıb. Lakin ayrılan cütlük eyni evi paylaşıblar. Zöhrəbin deməsinə görə yoldaşı ilə boşanmasına səbəb Vəfanın ondan gizlin kimlərləsə görüşməsi olub. Hadisə günü isə hava almaq üçün yaşadığı Biləcəri qəsəbəsindəki parka gedib. Elə bu vaxt gözü keçmiş həyat yoldaşı Vəfaya sataşıb. Özü də başqa bir avtomobildə. Maşın oturanda mən gözümü dəyişim burada. Olan maşın taksi deyildi, şəxsi nöqyə deyildi. Otdum maşına, taksi şoförünə dedim ki, qardaş, oğlan maqıl boşdur. Sürən daldırıcını hara gedir. Sürdü, mən də gəldim, dalınca gəldi, krama girdi. Bundan sonra Zöhrəb onların həmin moteldən qaçmasının qarşısını almaq üçün keçmiş həyat yoldaşının gəldiyi avtomobilin təkərlərini partladıb. Onların olduğu otağı axtaran İsmailov istədiyinə nail olub. Amma deməsinə görə məqsədi nə keçmiş həyat yoldaşı, nə də onunla birlikdə gələn şəxsi öldürmək olub. Görüm çıxa gəldi oraya içəri. Çıxa gələndə daldı, girdim içəri, gördüm içəridə. Taxtın üstünə çıxıb, dedim, xeyr olasan burada, mən deyəcəm, mənə qayıtdı. Dedim, mən nəsin, dedi, hə. Oradan nə tər oldu, neç oldu, nə fason oldu, bıçaq nə tər çıxıb ki, bunu onunla xəbərim olmayıb. Hadisədən sonra ərazini tərk edən Zöhrəbı isə Abşeron rayon polis idarəsinin əməkdaşları həbs edib. Qısa zaman ərzində saxlanan Zöhrəb İsmailov rayon prokurorluğuna təhvil verilib. Əməlindən peşman olduğunu deyən saxlanan şəxs 2 övladını qohumlarına həvalə etdiyini deyir.